İftarda necə qidalanaq? Orucu bir stəkan ilıq su və xurma ilə açmaq məsləhətdir. İlk olaraq duru xörəklər istifadə olunmalıdır. İlk əvvəl bir balaca kasa su içmək, daha sonra 15-20 dəqiqə fasilə vermək məsləhətdir. Bu fasilə müddətində namaz qılanlar namazlarını qılır, ibadətləri ilə məşğul ola bilərlər. Daha sonra az yağlı bir ət yeməyi, mal əti, toyuq əti və ya balıq tərcih edilə bilər və yanında çoxlu tərəvəz salatı yeyilə bilər. İftar saatlarında ağ çörək, düyü, xəmir xörəkləri, vərməşil, makaron kimi ağır yeməklər əvəzinə daha çox bulgur, mərcimək, noxud, lobiya kimi liflərlə zəngin qidalara üstünlük verilməlidir. Yeməkləri fasilələrlə və uzun müddət çeynəyərək yemək məsləhətdir. Bu, həm də yarana biləcək bir sıra həzm problemlərinin, şişkinlik, qəbizlik kimi pozğunluqların yaranmasında qarşısını almış olacaq. Qidaların seçilməsi ilə yanaşı, onların bişirilmə üsullarının da düzgün seçilməsi çox önəmlidir. Suda qaynatma, buxarda bişirmə kimi sağlıqlı bişirmə üsullarından istifadə etmək lazımdır. Maye qəbulunu isə yeməkdən 1-2 saat sonra başlamaq lazımdır və yatana qədər 1-2 saatlıq fasilələrlə maye qəbulu davam etdirilməlidir. Yeməklərdən sonra ən az 1 saat fiziki aktivlik çox önəmlidir. Bu həm metabolizma sürətini artıracaq, həm də kökəlmənin qarşısını bir növ almış olacaq. Və son olaraq oruç tutanlarda yuxu rejiminin düzgün qurulması çox önəmlidir. Bu, onların enerji balansının qorunmasına kömək edəcək.